Salam, hər vaxtınız xeyir olsun. Bu gün Azərbaycan dilindən 3-cü sınaq mövzularına baxacağıq. Mövzular morfologiya, isim, sifət, say və əvəzlikdir. Yəni fe'l və zərf xaric digər əsas nitq hissələri. Suallara baxaq. Sual 1. Mürəkkəb isim işlənmiş cümləni müəyyən edin. Bizdən mürəkkəb isim istəyir. Xoşbəxtlər ölkəsinə çatanda heyrət onu bürüdü. Xoşbəxtlər sözü burada mürəkkəbdir, lakin sifətdir. Ona görə götürmürük. Filankəsə də deyərsən ki, sonra inciməsin. Filankəs sözü mürəkkəbdir, amma qeyri-müəyyən əvəzlikdir. Ona görə götürmürük. Qaça-qaç düşəndə hamıdan əvvəl o qaçırdı. Nə düşəndə? Qaça-qaç. Bu isim sayılır. Ona görə qaça-qaç sözünü götürürük. Cavab C variantı. Lal dinməz dayananlar sonradan fəallaşdılar. Necə, nə tərzdə dayananlar? Bu zərfdir. Ona görə götürmürük. Hərdən bir mənə baxır, sonra üzünü yana çevirirdi. Hərdən bir zərfdir. Ona görə götürmürük. Deməli, xoşbəxtlər, filankəs, qaça-qaç, lal dinməz, hərdən bir. Bu 5-i mürəkkəbdir, lakin içlərində cəmi bir dənə qaça-qaç sözü isimdir. Ona görə cavab olur C variantı. Baxırıq ikinci suala. Sifət işlənmiş cümləni müəyyənləşdirin. Bugünkülər sabah təhvil veriləcək. Bugünkülər sözü sifət sayılır. Çünki ki, ku şəkilçisi dünən, bugün, axşam, səhər və s. kimi sözlərə qoşulur və sifət əmələ gətirir. Düzdür, burada isimləşib, amma sifət isimləşsə də yenə sifət sayılır. Ona görə cavab Adır. Gil qablar zəlzələ zamanı çatladı. Burada hansı qablar? Gil qablar bu çaşdıra bilər. Lakin gil sözü ayrılıqda isim olduğu üçün, burada hər nə qədər sifətləşsə belə, yenə də ayrılıqda gil nə sualına cavab verdiyi üçün biz bunu sifət kimi götürmürük. Bu isimdir. Belə adamlardan qaçmaq lazımdır. Burada da eyni şəkildə necə adamlardan, belə adamlardan sifətin sualına cavab verir. Lakin belə sözə əvəzlikdir. Əvəzlik olduğuna görə sadəcə sifət əvəz eləyib. Amma əvəzlik sayılır. Doğru danışmaq səni uca edər. Burada iki məqam var. Uca edər və doğru sözü. Uca sözünü ayrıca götürə bilmərik. Çünki olmaq, etmək, eləmək sözləri mürəkkəb fe'l yaradır. Burada uca edər birbaşa fe'l götürülür. Ona görə ucanı sifət kimi götürmürük. Doğru danışmaq birləşməsində isə doğru sözü zərf hesab olunur. Çünki özündən sonra fe'l gəlib və fe'lə aiddir. Ona görə götürmürük. Dünən danışdığın söhbət hamıya təsir etmişdi. Burada da ümumiyyətlə sifət yoxdur. Dünən sözü zərfdir. Ona görə götürmürük. Cavab oldu A variantı. Baxaq növbəti 3-cü suala. Ona qızıl boyunbağı almışdım, lakin o həmin boyunbağını qəbul etmədi. Nümunəsindəki əvəzliklər haqqında yanlış fikirdir. Əvəzliklərə baxaq. Ona, o və həmin. Bəs hardan bilə bilərik ki, o sözü şəxs əvəzliyidir, yoxsa işarə əvəzliyidir? Çünki bilirik ki, o amonimdir. Həm şəxs əvəzliyi kimi işlənə bilir, həm işarə əvəzliyi kimi. Əgər o sözünə kim, nə sualı verə biliriksə, bu zaman şəxs əvəzliyidir. Və əgər o sözünə hal şəkilçisi ya da xəbərli şəkilçisi artıra biliriksə, yenə şəxs əvəzliyidir. Məsələn, onun, ona formasında olursa ya da odur formasında olursa, bu da şəxs əvəzliyi sayılır. Baxırıq, ona qızıl boyunbağı almışdım, ona sözü şəxs əvəzliyidir, çünki hal şəkilçisi qəbul edib, lakin o həmin boyunbağını qəbul etmədi. Kim qəbul etmədi? O. Kim sualına cavab verir? Deməli, bu da şəxs əvəzliyidir. Deməli, hər iki o cümlədə şəxs əvəzliyidir. İndi baxaq variantlara. Amonim əvəzi işlənmişdir. Bəli, bayaq da dedik, o həm şəxs əvəzliyi ola bilir, həm işarə əvəzliyi. Ona görə götürürük, doğru kimi götürürük. İkinci cümlədəki şəxs əvəzliyindən sonra vergülün işlənməməsi doğrudur. Yəni bu cümlədə o həmin boyunbağını, həmin sözü əvəzlikdir, ona görə odan sonra vergül işlənmir. Bu da doğrudur. Əvəzliyin iki məna növünə aid söz var. Ona şəxs əvəzliyidir, o şəxs əvəzliyidir, həmin sözü işarə əvəzliyidir. Bəli, iki məna növüdür, götürmürük. İkinci cümlədəki işarə əvəzi zərfi əvəz etmişdir. Xeyr, burada ismi əvəz edib. O, kim? O. Ona görə də bu səhvdir. Bunu götürürük. Zərfi əvəz etməyib. Yönlü ya şəkilçisi qəbul etmiş əvəzlik tamamlıq vəzifəsindədir. Yəni bu əvəzlik ona qızıl boyunbağı almışdım. Kimə? Ona. Bəli, kimə də tamamlığın sualıdır. Ona görə bu da doğrudur. Cavab olur D variantı. Gəlirik növbəti suala. Hansı cümlədə belə sözünü necə sualına cavab verən əvəzlik kimi düşünmək olar? Yəni qısaca deyir ki, hansı cümlədə belə sözü sifət əvəz edib. Belə xoş gəlmisiniz, səfa gətirmisiniz. Necə xoş gəlmisiniz deyə bilmərik. Burada ədatdır. Ona görə götürmürük. Belə kürəyə baxdıqca kənddəki həyatını xatırladı. Burada bel sözü isimdir. Bel kürək sinonimdir burada və isimdir. Beləsindən fayda gəlməz. Burada necəsindən demirik. Kimdən fayda gəlməz deyirik. Ona görə bu səhvdir.
Ona belə iş lazım idi. Necə iş lazım idi? Burada sifət əvəz edib. Ona görə də doğrudur. Belələrinə nə ad verəsən, kimlərə nə ad verəsən, burada da sifətin sualı deyil. Ona görə yanlışdır. Cavab olur D variantı. 5-ci sualda deyir ki, klasterin şaxələrindəki fikirləri əsas tutmaqla onu tamamlayan fikri müəyyən edin. Cümləyə baxaq. Məktəbə kimi apardı cümləsində. Biz bu cümləni iki cür başa düşə bilərik. Biri var, məktəbə kimi apardı. Bu formada, yəni kimi apardı. Bir də var, məktəbə kimi apardı, yəni məktəbəcən, məktəbə qədər apardı bu mənada. İndi baxaq görə şaxələrdəki fikir hansına uyğundur. Bütün sözlər leksik mənaya malikdir. Onda deməli bizim birinci dediyimiz kimidir. Çünki əgər məktəbə qədər apardı olsaydı, o kimi olsaydı, bu zaman leksik mənaya malik olmayacaqdı, çünki qoşma olurdu onda. Deməli biz burada əvəzlik kimi götürəcəyik, sual əvəzliyi kimi. Məktəbə kimi apardı bu mənada. Yəni bu sual əvəzliyi götürəcəyik. Yönlük halda isim işlənmişdir. Bu onsuz da hər iki halda yönlük halda sayılır. İndi bizə lazımdır ki, üçüncü doğru fikri tapaq. Qeyri-müəyyən əvəzlik ismi əvəz etmişdir. Xeyr, burada sual əvəzliyidir, qeyri-müəyyən əvəzlik deyil. İki cür düşünülə bilən söz işlənmişdir. Əslində şaxələrdəki fikir olmasa bu doğrudur, iki cür işlənir. Yəni kimi sözünü iki cür başa düşmək olar. Amma şaxələrdə var deyə artıq biz bilirik ki, bu bir cürdür, yəni sual əvəzliyidir. Ona görə bunu da götürmürük. İsim ona qoşulan sözlə birlikdə bir cümlə üzvü olur. Bu qoşmaya aiddir. Amma biz burada qoşma görmürük. Bu sual əvəzliyidir. Məktəbə burada zərflik olur. Haraya məktəbə? Kimi tamamlıq olur, apardı xəbər olur. Yəni ayrı-ayrı sintaktik təhlil olunur. Ona görə bunu da götürmürük, səhvdir. İkinci söz məsafə mənası bildirir. Xeyr, o zaman bildirərdi ki, qoşma olardı. Sual əvəzliyi işləmişdir. Bu doğrudur. Cavab olur Y variantı. Baxırıq 6-cı suala. Hansı cümlədə yəlik hallı isim var? Yəlik hallı isim. Əyləşənlərin qarşısına müxtəlif yeməklər qoyuldu. Buradakı yəlik hallı söz əyləşənlərin sözüdür. Əyləşənlərin sözü feili sifətdir. Ona görə götürmürük. Qocanın sözünü dinləmədiyi üçün peşman olmuşdu. Qocanın sözü isimləşib, amma yenə də qoca sözü ayrılıqdan necə sualına cavab verir. Ona görə də bu da sifətdir, götürmürük. Eynən əyləşənlərdə olduğu kimi. Əyləşənlər də burada isimləşib, amma necə sualına cavab verdiyi üçün feili sifət hesab olunur. Belə cavanların aqibətini zamanın özü göstərdi. Burada iki yəlik hallı söz var. Biri cavanların sözüdür, cavanların sözü sifətdir. Ona görə biz cavanların sözünü götürmürük. Amma zamanın sözü, zaman sözü ayrılıqda da nə sualına cavab verir. Ona görə zaman sözü isimdir. Sırf zaman sözünə görə, bu sözə görə cavab olur C variantı. Bizim mülkümüzü qaytarmağınızı xahiş edirik. Bizim sözü yəlik hallı sözdür, amma əvəzlikdir. Onun həyatı başdan başa kədərdən ibarətdir. Onun sözü yəlik hallıdır, lakin bu da əvəzlikdir. Ona görə cavab olur C variantı. Baxırıq 7-ci sual. İsmin xüsusiyyətini daşıyan azaltma dərəcəsində olan sifət hansı cümlədədir? Baxaq. İkimiz də açıq sarı rəngi sevirik. Açıq sarı azaltma dərəcəsindədir. Doğrudur. Amma hansı rəngi? Açıq sarı rəng. Burada elə sifətdir. Yəni burada ismin xüsusiyyətini daşımır. Şirinləri turşlardan ayırmaq tapşırılmışdı. Şirinləri turşlardan cəm şəkilçisi qəbul edib, hal şəkilçisi qəbul edib. Yəni ismin xüsusiyyətini daşıyır. Amma azaltma dərəcəsində deyil, adi dərəcədədir. Ona görə bunu da götürmürük. Onu hamı Dəlisov adam kimi tanıyırdı. Dəlisov azaltma dərəcəsindədir, düzdür. Amma A variantında olduğu kimi burada da necə sualına cavab verir və ismi izah edir, yəni sifətdir. Ona görə götürmürük. Kəmsavadlar bir yerə toplaşıb hökm oxuyurdular. Kəmsavad sözü sizi çaşdırmasın. Normalda kəm sözü azaltma dərəcəsi yaradır. Amma o zaman yaradır ki, kəmdən sonra sifət gələ. Məsələn, desək ki, kəmtuş ya da kəmşirin. O zaman biz bunu azaltma dərəcəli sifət hesab edə bilərik. Amma savad sözü isim olduğu üçün kəm sözü artırılanda yenə də sifətdir, amma adi dərəcədə sifət sayılır. Yəni cəm şəkilçisi qəbul etsə də, ismi xüsusiyyətini daşısa da, kəmsavad sözü adi dərəcədədir. Bizdən azaltma istəyir deyə götürmürük. Onlar uzunsovları kənara yığdılar. Uzunsov sözü azaltma dərəcəsindədir. Lar qəbul edib, yəni cəm qəbul edib və təsirli hal şəkilçisi qəbul edib. Ona görə də bütün tələblərə uyur. Cavab olur, deməli, Y variantı. Deməli, keçirik 8-ci suala. Say işlənən cümləni müəyyənləşdirin. Bir də görüm, sən dünən hardaydın? Burada bir sözü ədatdır. Çünki həm bir sözünü 2, 3, 4 digər saylarla əvəz edə bilmirik. Həm də ki, bir sözünü cümlədən çıxarsaq da cümlənin məzmununda bir problem yaranmır. De görüm, sən dünən hardaydın? De deyə bilərik. Sadəcə burada qüvvətləndirir. Ona görə A-nı çıxırıq. Onun neçə yaşı tamam olur? Neçə sözü burada əvəzlikdir. Ona görə bunu da götürmürük.
Birlik harda, dirlik orada. Birlik sözü isimdir. Kökü saydı, amma özü isimdir. Ona görə götürmürük. Biri mənə burada baş verən hər şeyi izah etsin. Biri, kim? Biri. Bu zaman biri sözü qeyri-müəyyən əvəzlik olur. Ona görə də bunu da götürmürük. Y variantına baxaq. O bircə manat pul ilə böyük xəyallar qururdu. Bircə sözü burada saydı. C ədatdır. Bir sözü isə saydı. Yəni biz bunu say hesab edirik və cavab olur Y variantı. Baxırıq növbəti 9-cu suala. Sən belə müəllimə kömək etmədin nümunəsində leksik mənası olmayan sözün də işləndiyi nəzərə alınsa, yəni köməkçilik hissəsi də işlənibsə, hansı fikir doğru olar? Biz bu cümləni normalda iki cür başa düşə bilərik. Sən belə müəllimə kömək etmədin. Bu zaman belə sözü əvəzlik olur. Amma bizə deyir ki, leksik mənası olmayan söz də var. Yəni belə sözü əslində əvəzlik ola bilməz. Çünki əvəzlik olsa bütün sözlərin hamısının leksik mənası olacaq. Amma bizə lazımdır ki, belə sözü köməkçilik hissəsi olsun. Yəni bu formada olmalıdır. Sən belə müəllimə kömək etmədin. Sən belə. Və bu zaman belə söz olur ədat. Qüvvətləndirici ədat. İndi baxaq görək hansı fikir doğru soruşur bizdən. Doğrudur. Sifəti əvəz edən əvəzlik işlənmişdir. Xeyr. Dedik ki, belə sözü ədatdır. Ona görə götürmürük. Əvəzlik yoxdur. Əvəzlik var, sən əvəzliyidir. Yəni sifəti əvəz etməyib. Köməkçilik hissəsi ilə amonim olan söz işlənmişdir. Xeyr, elə köməkçilik hissəsinin özü işlənmişdir, yəni ədat. Əvəzliyin yalnız bir məna növü işlənmişdir. Bəli, bir məna növü var. Sən əvəzliyi, o da şəxs əvəzliyidir. Ona görə cavab olur C variantı. Əvəzliyin biri mübtəda, digəri təyindir. Sadəcə bir əvəzlik var, o da mübtədadır. Təyinin ifadə vasitəsi işarə əvəzliyidir. Xeyr, burada işarə əvəzliyi yoxdur. Cavab olur deməli C variantı. Baxırıq növbəti 10-cu suala. Hansı cümlənin tərkibində sadə isim işlənmişdir? Sadə isim. O, soydaşlarımıza qarşı həmişə diqqətli olub. Burada bir dənə isim var, soydaş sözü. Soydaş sözü də düzəltmədi, ona görə götürmürük. Əlindəki yara onu çox incidirdi. Yara sözü isimdir, lakin düzəltmədi, götürmürük. Koldakı böyürtkənlər yavaş-yavaş qaralırdı. Böyürtkən sözü sadədir və isimdir. Quruluşsa böyürtkən sadə hesab olunur. Ona görə cavab olur C variantı. Kitabdakıları oxumadan bunu bilməyəcəksən. Burada ümumiyyətlə isim yoxdur. Kitabdakı sözü sifətdir. Ona görə bunu götürmürük və yoxsullara əl tutmaq lazımdır. Yoxsul sözü də sifətdir. Ona görə də bunu da götürmürük. Cavab olur C variantı. Baxırıq 11-ci suala. Tərkibindəki sifətlərin quruluşsa yalnız sadə və düzəltmə olduğu, yəni mürəkkəb ola bilməz. Quruluşsa yalnız sadə və düzəltmə olduğu cümləni müəyyənləşdirin. O, rəsmi görüşə narıncı paltarını geyinmişdi. Rəsmi sözü sifət olarsa, əgər sifət formasında işlənirsə, rəsmi sözü olur sadə. Çünki rəsmi sözünün kökü rəsm sayılmır. Rəsm başqa şeydir, rəsmi başqa şeydir. Rəsmi dövlət səviyyəli deməkdir. Onun rəsmdən aidiyyatı yoxdur. Ona görə də bu sadə sayılır. Narıncı paltarını geyinmişdi. Narıncı sözü düzəltmədi. Sözün kökü narıncdır, leksikdir. Ona görə nə cavab olur A variantı. Baxaq görək digər variantlar niyə olmur. Elə kitabları oxumaq sənə xoşbəxtlik bəxş edər. Burada ümumiyyətlə sifət yoxdur, xoşbəxtlik sözü isimdir. Ona görə bunu götürmürük. Dünənki hadisədən sonra o bəstəboy adamı kimsə görməmişdi. Burada iki sifət var. Dünənki, hansı hadisə? Dünənki və bəstəboy. Dünənki düzəltmədir, bəstəboy mürəkkəbdir. Bizdən sadə düzəltmə istəyirdi, götürmürük. İgidlər meydana atılaraq talihçülü məsələni həll etdilər. İgidlər isimləşib, amma sifətdir. İgid necə? İgid və talihçülü. Talihçülü də sifətdir. İgidlər sözü deməli sadədir quruluşsa, talihçülü mürəkkəbdir. Bizə deyirdi ki, sadə və düzəltmə olmalıdır, ona görə götürmürük. Gümüş üzüyü ona baha satmışlar. Burada da gümüş sözü isimdir və sifət yoxdur. Ona görə bunu da götürmürük. Cavab olur 11-də A variantı. Keçsək növbəti 12-ci suala. Hansı cümlədəki şəxs əvəzliyindən sonra vergül qoyulmalıdır? Şəxs əvəzliyi deyir. Biz bilirik ki, bu deyə şəxs əvəzliyimiz yoxdur. O şəxs əvəzliyidir, bu şəxs əvəzliyi deyil. Ona görə elə avtomatik bu olanları çıxırıq. A çıxdı, D çıxdı. Qaldıq B, C, Y arasında. Baxaq. O bizdən sonra da həmin yerə gedib. Odan sonra əvəzlik gəlir. Bizdən sözü. Və odan sonra əvəzlik gələndə vergül qoyulmur. Yəni B-ni götürmürük. Mən dedim ki, o da gəlsin. Da bağlayıcıdır və bağlayıcı olduğu üçün biz burada da götürmürük. Çünki o ilə da bağlayıcısı arasında vergül olmaz. Mənim sözümdən sonra o çox fikirləşdi. Burada vergül olmalıdır. Çünki çox sözü zərfdir. O'dan sonra zərf gəlirsə vergül qoyulur.
Yəni cavab olur Y variantı. Baxırıq 13-cü suala. Sevda və sevgi sözləri ilə bağlı ortaq xüsusiyyət deyil. Əşya adı bildirir. Yəni deyir ki, isimdir. Bəli, hər ikisi isimdir. Sevda isim, sevgi isim. Sevinç sözü ilə sinonimdir. Xeyr, heç birinin sevinç sözü ilə sinonimi yoxdur. Sevinc ayrı bir şeydir. Sevda və sevgi başqa şeylərdir. Ona görə cavab olur B variantı. Bunlar yaxın mənalı sayılmır. Amonim kimi işlənə bilmir. Bəli, hər iki söz də amonim sayılmır. Leksik mənası var. Bəli, ikisi də isimdir. İsim olduğu üçün leksik mənası var. Məhəbbət sözü ilə sinonimdir. Bəli, hər ikisi də məhəbbət sözü ilə sinonimdir. Cavab olur deməli B variantı. 14-cü sualda deyir ki, cümlələrdə işlənən isimlərə əsasən Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. 2 cümlə verib və Venn diaqramında onlara aid xüsusiyyətlər qeyd olunub. Baxaq cümlələrə. Mağazadan partiyaya uyğun düymə aldı. Döyüşçünü meydanda saxlamaq mümkün deyildi. Feildən düzələn isim təsirli haldadır. Burada feildən düzələn isim var. Düymək sözündən düymə yaranıb və təsirli haldadır. Bəli, qeyri-müəyyən təsirlidir. Nəyi aldı? Düyməni aldı. Bu formadadır, yəni təsirli haldadır. Digər cümləyə baxaq. Döyüşçünü meydanda saxlamaq mümkün deyildi. Sözün kökü döymək, döyüş, sürleksik, nüqrammatik. Burada bəs hardan bilə bilərik ki, döyüş sözü isimdir yoxsa feildir? Demişdik ki, çıxdan əvvəlki hissəni çıxardıb yerinə başqa bir söz qoyuruq və həmin sözə əsasən əslində müəyyən etmək olur. Yəni variantlardan biri belədir. Məsələn, döyüşçü demirik, yazıcı deyirik məsələn. Yazı sözü isim olduğu üçün deməli ç sözü, ç şəkilçisi isimləri artırılır. Burada da deməli ç şəkilçisi ismi artırılıb və döyüş sözü isimdir. Bizə deyir ki, feildən düzələn isim, döyüş sözü isimdən düzəlib, düymə sözü feildən düzəlib. Ona görə düyməyə aiddir, yəni tək bura aiddir, düzdür. 2 sadə isim işlənib. Mağaza sözü sadədir, parça sözü sadədir. Düymə sözü düzəltmə deyə götürmürük. Bəli, burada 2 dənədir. Digərinə baxaq. Meydan sözü və başqa yoxdur. Döyüşçü sözü düzəltmədir. Ona görə burada bir dənədir. Bu da doğrudur, götürürük. Təsirli halda olan isim isimdən düzəlib. Burada təsirli halda olan isim budur. Burada da birinci sözdür budur. Burada isimdən düzəlib. Bəli, döyüş ismindən düzəlib, amma burada düy feilindən düzəlib. Ona görə ikisinə də aid deyil. İsimlər müxtəlif hallardadır. Bəli, döyüşçünü təsirli haldadır. Meydanda yerli haldadır. Bu ikisinə də aiddir, amma bir tərəfdə verilib. Ona görə götürmürük. Əslində ortada olmalı idi. Mücərrəd isim yoxdur. Mücərrəd isim bəli, bu cümlədə yoxdur, amma eyni zamanda bu cümlədə də mücərrəd isim yoxdur. Ona görə bu da hər ikisinə aid olmalı idi. Bunu da götürmürük. Cavab olur 1 və 2. Yəni A variantı olur. Baxırıq 15-ci suala. Bu nisbətən daha asan sualdır. Sayılardan hansı hərflə yazılsa, şəkilcidən istifadə olunmaz. Baxaq, 10-cu sözü hərflə yazaq. 10-cu. Burada 10-cu şəkilcisi var. 8-də sözünü yazaq. 8-də. Burada da D şəkilcisi var. 9-cu deməkdir. Bu rum rəqəmi ilə yazaq. 9-cu. Yenə 10-cu şəkilcisi var. 6. Burada heç bir şəkilci yoxdur. Və 18 inci. Burada da inci şəkilcisi var. Yəni olunmaz deyirsə cavab olur D variantı. Bu nisbətən daha asan sual idi. Baxaq 16-cı suala. İsmi əvəz edə bilən əvəzliyin işləndiyi cümlə. Baxaq. Bu maşınlar yavaş-yavaş sıradan çıxır. Hansı maşınlar? Bu maşınlar. Deməli burada sifət əvəz edib. Belə işin nəticəsini özü yaxşı bilir. Burada iki əvəzlik var. Belə və özü. Belə işin, hansı işin? Bu sifət əvəz edir. Amma özü kim? Özü. Bu ismi əvəz edir. Cavab olur B variantı. Həmin hadisə belə baş vermişdi. Həmin sözü sifət əvəz edib. Belə sözü də zərf əvəz edib. Ona görə götürmürük. Bəzi insanlar bu işə inanmırlar. Bəzi sözü sifət əvəz edib. Hansı insanlar və bu sözü də sifət əvəz edib. Elə danış ki, inanaq. Elə danış. Özündən sonra feil gəlir. Deməli zərf əvəz edib. Ona görə cavab olur B variantı. Baxırıq 17-ci suala. Kür çayı coşdu və ətrafındakı kəndləri sel apardı nümunəsindəki ümumi isimlərin hansı halda olduğunu ardıcıllıqla müəyyən edin. Ümumi isimlər deyir. Ona görə kür sözünü götürməyəcəyik. Çayı 1, kəndləri 2, sel 3. Ətrafındakı sifətdir, ona görə götürmürük. Bizdən ümumi isim istəyir. Hansı halda olduğunu. Kür çayı coşdu. Çayı sözündə ı mənsubiyyətdir. Nə sualına cavab verir. Ona görə bu olur adlı hal. Ətrafındakı kəndləri nəyi, kəndləri, yəni nələri bu təsirlikdir. Sel apardı, nə apardı, sel apardı. Bu da adlıqdır.
Ona görə adlıq, təsirlik və adlıq cavab olur C variantı. Baxırıq 18-ə. Hansı cümlədə kəsr sayının işləndiyini dəqiq müəyyən etmək mümkün deyil? Baxaq. Bu piroqa 4/3 stəkan şəkər tozu əlavə edirəm. Burada kəsr sayı 4/3-dür və müəyyən etmək olur. Ona görə bu deyil. Yolun 5/3 hissəsini qət etmişik. 5/3 yenə də kəsr sayıdır və müəyyən edə bilirik. 3-ün 5-dən nə qədər kiçik olduğunu hesablaya bilərsənmi? 3-ün 5-dən deyə bir kəsr sayımız yoxdur. Yəni burada da olmadığını müəyyən edə bilirik. Bunu da götürmürük. Kitabların neçə hissəsini göndərəcəyimi sənə yazacağam. Burada da ümumiyyətlə kəsr yoxdur, neçə əvəzlikdir. Ona görə burada da olmadığını müəyyən edə bilirik. Bu da deyil. Əşyalar hazırdırsa, onda ikisini mən götürərəm. Bu cümləni iki cür başa düşə bilərik. Biri var deyirəm ki, əşyalar hazırdırsa, onda, yəni o zaman ikisini mən götürərəm. Bu zaman olur onda zərf. Amma əgər deyirəmsə ki, əşyalar hazırdırsa, onda ikisini mən götürərəm. Yəni 10 əşyadan ikisini mən götürərəm. O zaman bu olur kəsr sayı. Yəni ona görə də cavab olur Y variantı. Çünki o zaman mənasında da ola bilir, onda sözü. Kəsr sayının asılı tərəfində də ola bilir. Onda ikisi mənasında. Cavab olur Y variantı. Baxırıq 19-cu suala. İpək parçadan hazırlanmış libas ona yaxşı yaraşırdı. Nümunəsi haqqında hansı fikir doğrudur? Adi dərəcədə olan sifət quruluşda sadədir. Baxaq, burada ümumiyyətlə sifət yoxdur. İpək sözü isimdir, parça sözü isimdir, hazırlanmış feili sifətdir, libas isimdir, ona əvəzlikdir, yaxşı zərfdir, çünki yaraşırdı sözünə aiddir, yaraşırdı da feildir. Burada heç ümumiyyətlə sifət yoxdur. Feildən düzələn sifət işlənmişdir. Bayaq da dedik, burada sifət yoxdur ümumiyyətlə, feili sifət var. Ona görə bu da deyil. Əşya bildirən iki sözdən biri adlıq, digəri isə çıxışlıq haldadır. Əşya bildirən iki söz yoxdur bizdə. Əşya bildirən üç söz var. İpək, parçadan və libas. Düzdür, burada ipək sifətləşib. Hansı parça? İpək parça. Amma biz dedik ki, sifətləşsə belə, ayrılıqda əgər ipək sözü, cümlədən xaricdə ayrılıqda ipək sözü nə sualına cavab verirsə ki, verir, bu zaman isim götürülür. Ona görə bu da yanlışdır. Əşya bildirən üç söz var, iki deyil. Feili birləşmənin tərkibində eyni nitq hissəsinə aid sözlər var. Feili birləşmə budur. İpək parçadan hazırlanmış bu. İpək sözlü isimdir, parçadan sözlü isimdir. Yəni eyni nitq hissəsinə aid sözlər var. Cavab olur D variantı. Y variantında deyir ki, qrammatik əsasından, yəni mübtədasından və ya xəbərindən biri əvəzliklə ifadə olunmuşdur. Burada qrammatik əsaslar yaraşırdı, xəbərdir, feillə ifadə olunub, libas mübtədadır, isimlə ifadə olunub. Yəni əvəzliklə ifadə olunan yoxdur. Deməli, cavab olur D variantı. 20-ci sualda deyir ki, hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasında dənə numerativ sözü işlənə bilər? Biz bilirik ki, numerativ sözlər müəyyən miqdar sayları ilə isim arasında işlənir. Bəs amma bizdən qeyri-müəyyən soruşur. Qeyri-müəyyənlə işlənə bilirmi? Bəli, işlənə bilir. Qeyri-müəyyənlə o halda işlənir ki, say təqribi say olsun. Təqribi say nə deməkdir? Məsələn, 1, 2, 5, 6, 10, 15 bu şəkildə. İndi baxaq görək, varmı belə say? İclasda bir sıra məsələlər diqqətə çatdırıldı. Bir sıra sözü qeyri-müəyyəndir, amma 1, 2, 5, 6 tipli deyil. Yəni bundan sonra biz numerativ söz işlədə bilmərik. Ona görə bunu çıxırıq. O mağazadan 5 qələm aldı. 5 dənə qələm deyə bilərik. Amma bu müəyyən miqdardır. Ona görə götürmürük. Xeyli danışdıqdan sonra susdu. Burada heç ümumiyyətlə say deyil, xeyli zərfdir. Ona görə götürmürük. Az adam bu məsələdən xəbərdar idi. Az dənə adam deyə bilmərik. Ona görə götürmürük. 3-5 kitab oxuyub elə bilir ki, adamdır. 3-5 dənə kitab oxuyub elə bilir ki, adamdır. Burada dənə işlədə bilirik. Və say da bayaq dediyimiz təqribi saylardan biridir. 3-5. Ona görə də cavab olur Y variantı. Baxırıq 21-ci suala. Armudu stəkanın yanındakı qaba qoy, götürəcəm nümunəsində əlamət və keyfiyyət bildirən bir sözün olduğunu nəzərə alaraq hansı fikrin yanlış olduğunu müəyyən edin. Bizə deyir ki, yəni sifət olan bir söz olsun. O söz də yanındakı sözüdür. Biz bu cümləni iki cür başa düşə bilərik əslində. Biri var deyirik ki, armudu stəkanın yanındakı qaba qoy, yəni armudu hansı stəkan bu mənada, yəni armud formasında. Bir də var deyirik ki, meyvəni, yəni armudu stəkanın yanındakı qaba qoy. Bizə deyir ki, bir sifət var. O sifət də yanındakı sözüdür. Deməli burada armud meyvə mənasındadır. Armudu, nəyi? Armudu stəkanın yanındakı qaba qoy. İndi baxaq görək bununla bağlı yanlış olan nədir? Deməli armud burada olur isim. Bunu yadda saxlayaq. Baxaq variantlara.
İlk sözü ümumi qrammatik mənasına görə iki cür düşünmək olar. Xeyr, əslində düşünmək olardı, amma bizə dedi ki, bir sifət var. Bunu dedikdən sonra artıq düşünmək olmaz. Ona görə elə cavab olur A variantı. İsmin üç müxtəlif halında olan sözlər işlənmişdir. Armudu sözü tam təsirli haldadır. Təsirli hal. Stəkanın sözü yiyəlik haldadır. Qaba sözü yönlük haldadır. Bəli. Armudu, stəkanın, qaba. Bunlar isimdir və üç müxtəlif haldadır. Ona görə bu doğrudur. Ümumi qrammatik mənasına görə əşya bildirən sözlərin hamısı konkretdir. Bəli, armud da konkretdir, stəkan da konkretdir, qab da doğrudur. Yalnız bir düzəltmə sözü işlənmişdir. O da yanındakı sözüdür. Digər sözlər sadədir. Bütün isimlər tərkibinə görə kök və qrammatik sxeminə uyğundur. Bəli, armud kök, u qrammatik, stəkan kök, ın qrammatik, qab kök, a qrammatik. Bu da doğrudur. Deməli, cavab olur A variantı. Baxırıq 22-ci suala. Sifət işlənməmiş cümləni müəyyən edin. Yaxşı, pis bir-birinə qarışıb. Yaxşı da sifətdir, pis də. Bu doğrudur. Güldandakılar solmağa başlayıb. Nələr ismi əvəz edib? Amma güldandakı sözü də dakı sifət əmələ gətirir. Ona görə də sifət sayılır. Gözəl görünürdü bu yerlərin əsrarəngiz təbiəti. Gözəl sözü zərfdir. Ona görə bunu götürmürük. Amma əsrarəngiz sözü təbiət sözünə aid olduğu üçün təbiət sözünə. Ona görə bu sifətdir. Gözəl sözü görünürdüyə aiddir. Ona görə zərfdir. Əsrarəngiz sözü təbiətə aiddir. Ona görə sifətdir. Sifət işləndiyi üçün götürmürük. Cavanlar günü-gündən inkişafdadırlar. Cavanlar burada da isimləşib, amma cavan insanlar deməkdir. Yəni cavan sifətdir. Ona görə götürmürük. Yaxşı, uşaqlara de, toplaşsınlar. Burada vergül göstərir ki, yaxşı sözü modal sözdür. Əgər vergül olmasa sifətdir. Yaxşı uşaqlara de, toplaşsınlar. Amma yaxşıdan sonra vergül işlənib deyə yaxşı olur modal söz və burada sifət yoxdur. Yəni cavab olur Y variantı. Baxırıq 23-cü suala. Bütün rəngi qaralmışdı nümunəsində 2 eynilik hissəsinə aid sözün də işləndiyini nəzərə alaraq altından xətt çəkilmiş sözlə bağlı cədvəldəki uyğunluğu müəyyən edin. Deməli biz bu cümləni hələ şərti oxumazdan əvvəl iki cür başa düşə bilərik. Bütün rəngi qaralmışdı. Biri var büt, heykəl mənasında, yəni heykəlin rəngi, bütün rəngi qaralmışdı. Bir də var deyirik ki, filankəsin bütün rəngi qaralmışdı, yəni bütöv rəngi. O mənalarda işlənə bilir. Amma bizə deyir ki, bu nümunədə 2 dənə eynilik hissəsinə aid söz var. Qaralmışdı feildir, rəngi isimdir. Bizə deyirsə ki, 2 eynilik hissəsi bütün sözü feil ola bilməz. Amma dedik ki, heykəl mənasında isim ola bilir. Deməli bu elə heykəl mənasındadır. İndi ona uyğun cədvələ baxaq. Quruluş da sadə əvəzlikdir. Biz dedik ki, bütün sözü heykəl mənasındadır, ona görə də əvəzlik yoxdur. Əşyanı ümumilikdə təyin edən sözdür. Xeyr, isim təyin etmir əşyanı, ona görə bu da getdi. Ümumilikdə təyin edən əvəzlikdir və sifət əvəz edən əvəzlikdir. Ona görə də bunu da götürmürük. Bütün gecəni yatmadım cümləsində eyni leksik mənada işlənmişdir. Xeyr, burada bütün söz əvəzlikdir, amma nümunədə isimdir, ona görə bunu da götürmürük. Yanlışa baxaq. Özündən sonrakı sözü izah edir. Xeyr, izah etmir, çünki hər ikisi isimdir və yiyəlik haldadır, təyin deyil, yəni. Ona görə bu yanlışdır, götürürük. Sifət əvəz etmişdir. Xeyr, isimdir, heç nəyi əvəz etməyib. Ona görə də bunu da götürürük. Tərkibinə görə kök və qrammatik şəkilçidən ibarətdir. Bəli, büt, sözün kökü, ün, qrammatik. Bu doğrudur. Ona görə götürmürük. Cavab olur 4 və 5. Baxırıq 24-cü suala. Hansı cümlələrdə əvəzlikdən sonra vergülün işlənməsində səhvə yol verilmişdir? Səhv olanlara baxaq. O sənsiz yaşaya bilməz. Sənsiz sözü burada zərfdir və zərfdirsə əgər ondan sonra vergül işlənməlidir. Yəni bu doğrudur. Götürmürük. Bu həyatında gördüyü ən qəribə ağac idi. Bu əvəzlikdən sonra da vergül işlənməlidir, çünki həyat isimdir. O məni hələ yaxşı tanımır. Mən əvəzlikdir. Odan sonra əvəzlik gələndə vergül işlənməz. Ona görə bu səhvdir. O, mən və Həmid birlikdə gedəcəyik. Burada doğrudur. Ona görə götürmürük. İndi sual gələ bilər ki, bəs mən burada da var, burada da var və odan sonra işlənib. Niyə üçüncüdə olmamalıdır vergül, dördüncüdə olmalıdır? Çünki burada mən sözü həmcins üzvlərdən biridir və o da həmcins üzvlərdən biridir. Yəni burada odan sonra qoyulan vergül mən sözünə görə deyil əslində, həmcins olduğu üçündür. O, mən və Həmid. Üçü də həmcinsdir və həmcins olduğu üçün vergül, odan sonra vergülün qoyulması doğrudur. Bu bütün işləri korladı. Burada da bütün sözü əvəzlikdir. Əvəzlik olduğu üçün vergül qoyulmamalıdır budan sonra. Ona görə də 5-i də götürürük.
Cavab olur 3 və 5. Baxırıq 25-ci suala. Sifətdən düzələn sifətlərdir. Mərd sözün köküdür, naleksik şəkilçidir, mərd də sifətdir, namərd də sifətdir. Bunu götürürük. Düzəl, düz sözün kökü əlleksik, amma düzəl sözü düzəlmək mənasındadır və feildir. Yəni sifətdən düzələn feildir. Ona görə götürmürük. Ölümcül, ölmək sözün kökü ümleksik, cülleksik. Burada da sifətdir, amma isimdən düzəlib. Ölüm sözü isimdir, ona görə götürmürük. Düzgün, sözün kökü düz. Gün leksik, düzgün sifətdir, amma burada düz feildir. Yəni bu sifət sayılmır, düz feildir. Ona görə götürmürük. Qocadakı, qoca sözün kökü, dakı leksik. Qocadakı da sifətdir, qoca sözü də sifətdir. Yəni sifətdən düzələn sifətdir götürürük. Yağlı sözü, yağ sözün kökü, l leksik. Yağ isimdir və isim olduğu üçün bizdən sifət tələb elədiyi üçün altında götürmürük. Cavab olur 1 və 5. 26-cı sualda deyir ki, hansı cümlədə çoxaltma dərəcəsində olan sifət tamamlıq vəzifəsindədir? Çoxaltma dərəcəsində və tamamlıq vəzifəsində. Cümlələrə baxaq. Qıpqırmızı şərfini taxıb gəlmişdi. Qıpqırmızı sözü çoxaltma dərəcəsindədir, amma qıpqırmızı təyindir. Hansı şərfini? Ona görə götürmürük. Bizdən tamamlıq istəyir. Bumbuz suyu başına çəkdi. Bumbuz sözü təyindir və bumbuz sözü çoxaltma dərəcəsində deyil. Çünki buz sözü isimdir. Biz dedik ki, çoxaltma dərəcəsində olan sifət sifətdən yaranmalıdır. Ona görə bu da səhvdir. Adi dərəcədədir bumbuz sözü. Sapsarılarını götür, digərlərinə dəymə. Sapsarılarının çoxaltma dərəcəsindədir və tamamlıqdır. Nələri? Sapsarılarını. Ona görə götürürük. Açıq sarı rəng ona yaraşmırdı. Açıq sarı ümumiyyətlə çoxaltma dərəcəsində deyil, azaltma dərəcəsindədir və təyindir. Hansı rəng? Ona görə götürmürük. Dümağı sevirəm, nöqsansız görünür. Dümağı sapsarıları sözündə olduğu kimi dümağı sözündə də dümağı tamamlıqdır və çoxaltma dərəcəsindədir. Ona görə 5-i də götürürük. Cavab olur 3, 5. Baxırıq 27-ci suala. Uyğunluğu müəyyən edin. İsmin xüsusiyyətlərini daşıyan düzəltmə sayı işlənmişdir. Say öz xüsusiyyətlərini daşıyır. Cümlələrə baxaq. 2-ci sinif şagirdləri məktəbin həyətində toplaşdılar. Neçənci sinif şagirdləri? 2-ci sinif və təyin vəzifəsindədir. Yəni əslində say öz xüsusiyyətlərini daşıyır. Həm neçənci sualına cavab verir, həm də təyin vəzifəsindədir. Ona görə də 2-yə yazırıq A. Çoxlarının bu işdən xəbəri yox idi. Burada əslində ismin xüsusiyyətlərini daşıyır çoxlarının sözü. Cəm şəkilçisidir, mənsubiyyət şəkilçisidir və yeri al şəkilçisidir. Amma çoxlarının sözü düzəltmə deyil. Çünki leksik şəkilçisi yoxdur. Üçü də qrammatikdir. Ona görə B-ni heç birinə götürmürük. Birincilər ön sırada əyləşdilər. Lər cəm şəkilçisidir, yəni isminin xüsusiyyətlərini daşıyır. Bir sözün kökü inci leksik, lər qrammatik. Ona görə də düzəltmə saydı və götürürük. 11-cilərin hamısı bu il yüksək nəticə əldə etdilər. Burada da lər cəm şəkilçisi işlənib, in yeri hal işlənib, amma 11-ci sözü mürəkkəbdir. Bizdən düzəltmə sayı istəyir, ona görə götürmürük heç birinə. 7-cilər sırada gözləyir. Lər cəm şəkilçisidir, ismin xüsusiyyətidir. Sözün kökü 7, inci leksik, lər qrammatik və bu da göstərir ki, düzəltmə saydı. 1-ə götürürük C və Y. Yüzlərlə insan səndən xəbər gözləyirdi. Nə qədər insan? Yüzlərlə insan və təyin vəzifəsindədir. Nə qədər sualına cavab verir? Təyin vəzifəsindədir. Ona görə də say öz xüsusiyyətlərini daşımış olur. 2-yə də yazırıq F. 1-ə olur C və Y və 2-yə olur A və F. Gəldik mətnə. Mətnin adı dejavu nədir? Mətn dejavu haqqındadır və dejavu haqqında məlumat verilir. Mətni oxuyaq. Dejavu bir hadisəni və ya yeri daha əvvəl görmək hissidir. Bir anlıq sanki zaman dayanır, yaddaş pərdəsi açılır və gözünüzün önündə tanış bir his, bir mənzərə canlanır. Deja sözü fransızca əvvəl, voir isə görmək deməkdir. Bəs bu proses necə baş verir? Yəni dejavu budur ki, insana elə gəlir ki, indi yaşadığı hər hansısa bir şey vaxtilə yaşayıb. Amma halbuki necə yaşayıb, niyə yaşayıb onu xatırlaya bilmir. Sadəcə ona elə gəlir ki, bu hadisə nə vaxtsa baş verib. Nə isə filan yerdə nə vaxtsa görüb. Buna dejavu deyirlər. Dejavunun baş vermə səbəbi tam məlum olmasa da, bu barədə müxtəlif fikirlər mövcuddur. Bunlardan biri də belədir ki, hadisə baş verərkən eşidilən müxtəlif səslər, görünən müxtəlif mənzərələr, bir sözlə cari məlumatlar ilk növbədə qısa müddətli yaddaşa yerləşdirilir. Daha sonra məlumat uzun müddətli yaddaşa köçürülmə prosesindən keçir.
İnformasiyanın uzunmüddətli yaddaşa keçidi zamanı köçürülən məlumatın yolundan kənarlaşması baş verə bilər. Bu kənarlaşma yolun qısaldılması şəklindədir. Məlumat normal yoldan kənara çıxaraq uzunmüddətli yaddaşa ötürülür. Nəticə etibarilə o an qəbul edilən hiss uzunmüddətli yaddaşdan yaranmış kimi hiss olunur və beləliklə dejavu vəziyyəti yaşayır. Bu fikir dejavu ilə bağlı fərqli fərziyyələrdən biri kimi elmdə öz yerini tutub. Baxırıq 28-ci suala. Mətndə qarşısında hansı işarə qoyulmuş cümlədə bədii üslubun səciyyəvi xüsusiyyətləri daha qabardılır? Bədii üslubun. Baxaq cümlələrə. Birinci cümlə üçbucaqdır. Dejavu bir hadisəni və ya yeri daha əvvəl görmək hissidir. Yəni burada bir bədiilik yoxdur. Bu elmi cümlədir və məlumat verir. Ona görə bu aid deyil. Dairəyə baxaq. Bir anlıq sanki zaman dayanır. Zaman dayanır. Bu məcazidir. Yaddaş pərdəsi açılır. Yaddaş pərdəsi ifadəsi və yaddaş pərdəsi açılır ümumiyyətlə məcazidir və gözünüzün önündə tanış bir hiss, bir mənzərə canlanır. Burada ümumiyyətlə məcazilik çoxdur və bədiilik o zaman baş verir ki, məcazilik çox olsun. Yəni bura yazmaq olar ki, cavab 2-dir. Digərlərinə də baxaq, amma yenə də dejavunun baş vermə səbəbi tam məlum olmasa da bu barədə müxtəlif fikirlər mövcuddur. Burada da elmi bir cümlədir, yəni bir bədiilik yoxdur. Bunlardan biri də belədir ki, hadisə baş verərkən eşidilən səslər, mənzərələr, məlumatlar qısa müddətli yaddaşda olur. Ona görə də bu da həqiqidir, elmidir, götürmürük. Bunu da biz götürdük ikinci cümləni. Niyə ikinci cümləni götürdük? Onu da izah edirik. Məsələn, zaman dayanır ifadəsi ya da məsələn yaddaş pərdəsi açılır ifadəsi. Bu ifadələr məcaziliyin olmasını göstərir. Yaddaş pərdəsi açılır. Bunlar onu göstərir ki, cümlədə məcazilik var və cümlədə məcazilik varsa, o da bədii cümlə hesab edilməlidir. Bunun cavabı belədir. Keçirik 29-cu suala. Altından xətt çəkilmiş cümləyə əsasən sxemi tamamlayın və seçiminizi əsaslandırın. Altından xətt çəkilmiş cümlə budur. Bəs bu proses necə baş verir? Ritorik sualdır, ritorik sual deyil. Ritorik sual əvvəlcə nədir? Bunu bilmək lazımdır. Ritorik sual cavab tələb etməyən və cavabı olmayan bir sualdır. Yəni bu sualın cavabı yoxdur və onsuz da bu sualı verən adam, verən müəllif cavab almaq üçün bu sualı vermir. Məsələn, ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan. Burada Səməd Vurğun ayrılarmı könül candan sualını verəndə gözləmir ki, kimsə ona ayrılar desin ya da ayrılmaz desin. Bu ritorik sualdır. Çünki bu artıq cavab tələb eləmir. Sadəcə hissi, həyəcanı artırmaq üçün verilir. Amma biz bu cümlədə eynisini görmürük. Deyir ki, bəs bu proses necə baş verir? Sonra başlayır izah eləməyə. Yəni əslində bu sualın mahiyyəti cavabı izah eləməkdir. Yəni cavab almaqdır. Ona görə də biz bunu ritorik sual hesab etmirik və deyirik ki, cavab tələb edir və cavablandırılır. Ona görə də bunu ritorik sual saymaq olmaz. Cavab tələb edir və cavablandırılır. Ona görə də ritorik sual sayılmır. 30-cu sualda deyir ki, tünd qara hərflərlə verilmiş sözün mətndən kənar mənası əsasında cədvəli tamamlayın. Sözün mətndən kənar mənasının izahı sözün həmin mətndən kənar mənada işləndiyi cümlə. Tünd qara hərflərlə verilmiş söz yolundan sözüdür. İnformasiyanın uzunmüddətli yaddaşa keçidi zamanı köçürülən məlumatın yolundan kənarlaşması baş verə bilər. Məlumatın yolu ifadəsi məcazi mənalıdır. Bizə deyir ki, mətndən kənar mənası, yəni həqiqi mənasının izahını soruşur. Həqiqi mənada demək olar ki, yol insanların və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş cığır. Sözün həmin mətndən kənar mənada işləndiyi cümlə. Məsələn, yazmaq olar ki, maşınlar yoldan sürətlə keçirdi və ya başqa cümlədə yazmaq olar ki, yol həqiqi mənada işlənsin. Ya da məsələn, yazmaq olar ki, top yola düşmüşdü. Bunları yazmaq olar. Və 30-cu sualın da sonuna gəldik.